xarici ölkələrdə oturub, xüsusən Almaniyada, Fransada oturub, onların əmrlərini yerinə yetirən, erməni diasporasının əmrlərini yerinə yetirən, sapı özümüzdən olan tipsizlər ölkəmizə, dövlətimizə, xüsusən dövlət rəhbərliyimizə qarşı ən çirkin siyasətlərini aparırdılar, iftiralarını atırdılar. Artıq dövlətimiz hərəkətə keçdi. Xainlər artıq Azərbaycana gətirilir və burada ciddi şəkildə cəzalanacaqlar. Onlardan biri də Qabil, Tural və digərləri Azərbaycana gətirilir və burada Azərbaycan qanunları, Azərbaycan dövlətinin qanunları əsasında cəzalanacaqlar. Və biz bunu çoxdan tələb edildik. Biz bunu dediyimiz zaman bizə qarşı nifrətlərin qusurdular. Bizə xain damğası vuruldular. İqtidar yaltaqları damğasını vurmuşdular. Güya biz iqtidar yaltaqlarıyıq. Amma özləri millətpərəstdirlər, Azərbaycan xalqını sevən bir şəxsdirlər. İndi sual olunur, Azərbaycan dövlətinə hörmət edən, Azərbaycan xalqın sevgisini bildirən şəxslər Almaniyada, Fransada oturub Azərbaycan dövlətçiliyinə qarşı çıxarmı? Yəni, Azərbaycanlı qanı olan şəxs bunu edərmi? Etməz. Amma bu Qabil kimilər, Tural kimilər və digərləri bunu etmişdir. Bunlar Qabil, Tural və digərləri Avropada, xüsusən Almaniyada, Fransada erməni lobbiçiliyi ilə dolanmışlar. Onların vəsaitləri hesabına Azərbaycana qarşı çıxmışlar və içimizdəki 5-ci kolon nümayəndələri tərəfindən anti-Azərbaycançılıq ideyası ilə çıxış etmişlər. Həm içimizdəki xainlər onları maliyyələşdirildi, həm də xaricdəki erməni diasporası. Baxın, reallıq budur, gerçəklik budur. O insanlar, yəni Qabil, mən insan deməzdim onlara. Onlar elə bir məxluqdular ki, onlara insan demək mümkün deyil. Qabili mən, Turalı nəzərdə tuturam. Bunlar ancaq sapı özümüzdən olan xainlərdir. Sapı özümüzdən olan xainlərdir. Onlar hələ başa düşə bilmirlər ki, dövlətlə dövlətçilik etmək olmaz. Dövlət xalqındır. Xalq da öz nümayəndəsini seçmişdir. O da Cənab Əliyevdir. Kim ki Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə qarşıdır, ciddi şəkildə cəzalanacaqlar.